Hər vaxtınız xeyir olsun. Kanalımıza xoş gəldiniz. Bugün kanalımızda asan üsulla çox dadlı, ağızda olan quba şəkər burası hazırlayacağım. Şəkər buranı hazırlamaq üçün 6 stəkan yarım un götürmüşəm. Üzərinə bir bütöv yumurta, digər 2 yumurtanın da sarısını əlavə edirəm. 1 yemək qaşığı sirkə əlavə edirəm. Üzüm və yaxud da alma sirkəsindən istifadə etmək olar. Çay qaşığında şəkər tozu və maya əlavə edirəm. Stəkan yarım ilıq süd, 150 qram da duruldulmuş kərə yağı əlavə edirəm. Yarım çay qaşığı duzu əlavə etdikdən sonra əlimlə biraz qarışdırıram. Sonda 2 yemək qaşığı xama da əlavə edib xəmir yoğururam. Sonradan xəmir çox sıyıq olarsa unun miqdarını artırmaq olar. Hazır xəmir bu cür olmalıdır. Bir yerə yığdıqdan sonra üzərini salafanla örtürəm. Təxminən 40 dəqiqə 1 saat ərzində xəmir acıyır. İçliyi hazırlamaq üçün yarım kilo qoz ləpəsi götürmüşəm. Sobada biraz qovururam. Qovurduqdan sonra qabığının yaxşı çıxması üçün dəsmalın içərisində 15-20 dəqiqə saxlayıram. Sonra bu qaydada ufxalayıram. Asanlıqla üzərindəki qabığı çıxarmaq olur. Qovrulmuş qozu qozçəkən maşında çəkirəm. 500 qram ləpənin üzərinə 300 qram şəkər, 1 çay qaşığı da üyüdülmüş hil əlavə edib qarışdırıram. Qeyd edim ki, içliyi yarı qoz, yarı fındıq ləpəsi ilə də hazırlaya bilərsiniz. Xəmir acıdıqdan sonra üzərini açıb havasını çıxardıram. Acımış xəmiri hissələrə bölüb 9 ədəd kündə hazırladım. Üzərini salafanla örtüb 10-15 dəqiqə saxlayıram. Kündənin üzərinə dəzgaha un səpib nazik yayıram. Yuxanı bu cür yaydıqdan sonra üzərinə əvvəlcədən durutduğum kərə yağı əlavə edirəm. Hər qata 2-3 yemək qaşığı yağ əlavə olunur. Əlimlə hər tərəfinə eyni qaydada çəkirəm. Yuxanı əlimlə azacıq dartıb kənarlara doğru genişləndirirəm. Sonra ikinci qatı yerləşdirirəm. İkinci qatında üzərindən kərə yağı əlavə edib hər tərəfinə eyni qaydada yayıram. Sonuncu, üçüncü yuxanı da yerləşdirdikdən sonra kənarların üst-üstə qoyuram. Üzərinə kərə yağı çəkib hər tərəfinə eyni qaydada yayıram. Şəkərbura xəmiri 3 qatdan ibarət olur. Kənarlarını bu qaydada genişləndirirəm. Sonda bu cür bükürəm. Xəmiri bükdükdən sonra bıçaq yardımı ilə hissələrə bölürəm. Kəsilmiş hissələr bu ölçüdə olmalıdır. Qurumaması üçün üzərini salafanla örtüb digər kündələri yayıb hazırlayıram. Digər yerdə qalan kündələri də 3-3 yayıb üzərinə yağ çəkib bükəcəm. Xəmirin uç hissəsini içəriyə doğru qatlayıb əlimlə üzərindən basdıqdan sonra eyni ilə şəkərbura xəmirində olduğu kimi yayıram. Çox nazik yaymaq olmaz.
İçliyi əlavə etməzdən öncə kənar hissələrinə biraz su çəkirəm ki, sonradan xəmirin kənarları daha yaxşı yapışsın. İçərisinə içlikdən əlavə edirəm. Qaşıqla üzərindən basdıqdan sonra kənar uclarını birləşdirirəm. Qatlanmış hissəni həmişə içəridə saxlamaq lazımdır ki, şəkərburanın üst hissəsi hamar görünsün. Xəmirə barmağın ucunda su vurub içlikdən əlavə etdikdən sonra bükürəm. Kənarlarını biraz iri-iri, sıx şəkildə bükürəm ki, sonradan şəkərburalar açılmasın. Sonda üzərinə naxış vururam. Quba şəkərburası pişərkən daha çox qabarır. Ona görə də naxışları biraz iri-iri, dərin vurmaq lazımdır ki, pişərkən itməsin. Listə düzdükdən sonra otaq temperaturunda 15-20 dəqiqə saxlayıram. Xəmirin üzəri azacıq quruduqda 170 dərəcəlik sobada bişirirəm. Bişənə yaxın konveksiya rejimində bişirirəm ki, içərisi tam bişsin. Artıq gördüyünüz kimi quba şəkərburaları hazırdır. Üzərini biraz qızartmışam. Görürsünüz, çox gözəl pişib. Həqiqətən də mükəmməl bir şəkərbura alınıb. Dadına söz ola bilməz. Neçə gün qalırsa qalsın, qətiyyən boyatlanmır. Get-gedə dadı daha da gözəlləşir. Mükəmməl bir şəkərbura alınıb. Hazırlayıb dadına baxmağa dəyər. Videom sizlər üçün faydalı oldusa, izləyərkən bəyənməyi, kanalımıza abunə deyilsinizsə abunə olmağı unutmayın. Hazırlayacaq olanlara nuş olsun.